Ərəb dovşanı gəmiricilər dəstəsinin sıçan kimlər fəsiləsinə aid olan kiçik məməlidir. Ona bəzən ərəb sıçan dovşanı da deyilir. Bədənin uzunluğu 10-15 sm, quyruğu isə bədənindən uzun olur, təxminən 15-25 sm. Çəkisi 40-70 qram arasında dəyişir. Uzun arxa ayaqları var. Bu ayaqların köməyi ilə dovşan kimi tullana-tullana hərəkət edir. Ön ayaqları isə çox qısadır. Quyruğunun ucunda tük topası olur. Rəngi əsasən sarımtıl qəhvəyi və ya qum rəngində olur. Bu, səhrada gizlənməsinə kömək edir. Əsasən Şimali Afrika, Ərəbistan yarımadası və Orta Şərq səhralarında yayılıb. Quru, qumlu və daşlı yerlərdə yaşayır. Bitki toxumları, otlar, kiçik həşəratlarla qidalanır. Suyun az olduğu ərazilərdə yaşadığı üçün bədəninə lazım olan suyu daha çox yediyi bitkilərdən alır. Gecə aktivdir. Gündüz isə qumda qazdığı yuvalarda gizlənir. Çox sürətli qaçır və uzun tullanmalar edə bilir. Təhlükə hiss etdikdə sürətli ziqzaq hərəkətləri ilə qaçaraq düşmənlərindən yayınır. Maraqlı bir fakt: ərəb dovşanı əslində dovşan deyil. O sıçanlarla qohumdur. Sadəcə görünüşü və hoppanması dovşana bənzəyir. Kanalımıza abunə olmağı unutmayın.